Təbii ki. 2026-2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdirəcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Hansı prioritet istiqamətlər var, kvota nə qədərdir? Bu barədə daha ətraflı əməkdaşımız Aysu İbrahimzadə, xaricdə dövlət proqramı idarə etmə qrupunun rəhbəri Turan Topalova ilə müzakirə aparacaq. Aysu, buyurun, siz artıq canlı efirdəsiz. Həm sizi, həm də müsahibinizi salamlayırıq. Hər vaxtınız xeyir olsun, buyurun, efirdəsiz. Salam Aysiyə, salam Anar, hər vaxtınız xeyir. Sizin də qeyd elədiyiniz kimi dövlət proqramı ilə xaricdə təhsil almaq istəyən şəxslər üçün dövlət proqramlarının və universitetlərin siyahısı təsdiqlənib. Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, həmin şəxslər üçün 33 ölkənin 231 universitetində 4121 dövlət proqramı ilə təhsil almaq imkanı yaradılıb. Daha ətraflı məlumatı bizə dövlət proqramı idarə etmə qrupunun rəhbəri Turan Topalova verəcək. Buyurun. Turan xanım, hər vaxtınız xeyir. Suallarımız sizə bunlardan ibarətdir ki, yeni dəyişikliklər nədən ibarətdir? Buyurun. Təşəkkür edirəm. Bildirdiyiniz kimi hər il 2022-ci ildən etibarən 2022-28-ci illər ərzində hər il dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün Azərbaycan gənclərinin seçimi həyata keçirilir və burada əsas dövlət proqramlarına aid olan universitet və ixtisasların siyahısı əsas götürülür. Bu ildə ötən ildə olduğu kimi siyahı ictimaiyyətə artıq açıqlanmışdı. Düzgün qeyd elədiyiniz kimi dünyanın 33 ölkəsinə aid olan 4121 proqram bakalavriat və magistratura təhsil səviyyəsinə müraciət eləmək istəyən namizədlərimiz üçün artıq əlçatandır. Qeyd edeyim ki, bu ilki siyahı ötən illə müqayisədə daha çox texniki texnoloji ixtisas istiqaməti üzrə Amerika, Çin ölkələrinə aid olan nüfuzlu ali təhsil müəssisələrini, eyni zamanda aqrar sahədə olan nüfuzlu Avropa universitetlərini və yeni ölkə bu il siyahıya daxil olmuş Niderland Krallığına aid olan ölkənin universitetlərini ehtiva eləyir. Bildirirəm ki, dövlət proqramda bildiyiniz kimi doktorantura təhsil səviyyəsi üzrə də müraciət həyata keçirilir. Bu universitetlər üzrə 3 reytinq cədvəli Times Higher Education, QS Ranking və Şanxay olmaqla ilk 200-lükdə yer alan universitetlərdən 15 prioritet ixtisas istiqamətlərindən biri olmaqla qəbul əldə edən şəxslər dövlət proqramına müraciət eləyə bilir. Hər il olduğu kimi bu ildə istənilən ixtisas üzrə müraciət qeyd elədiyim reytinq cədvəllərdən ilk 10-luqdan mümkün olacaqdır. Yeganə bu ilki istisna University College London'dır. Çünki bu ötən ilə müqayisədə, ötən illərdə həmən sözü gedən universitetdən kifayət qədər sıxlıq müşahidə olunmuşdu müraciətlərlə bağlı. Qəbulla bağlı daha onu da qeyd eləmək istəyərdim ki, bu illəri mədəniyyət və incəsənət ixtisas istiqaməti üzrə də siyahıda nüfuzlu universitetlər yer alır. Eyni zamanda xüsusilə vurğulamaq istəyərdik ki, dövlət proqramı çərçivəsində təhsilin əyani təhsil alma forması üzrə qəbul olmuş müraciətçilərin sənədlərinə baxılacaqdır. Növbəti sualımız belədir. İllik 500 nəfər seçilir xaricdə təhsil almaq üçün. Bu hansı meyarlara əsasən aparılır? Seçim, qeyd edeyim ki, dövlət proqramı Nazirlər Kabinetinin qərarları olan həm seçim, həm maliyyələşmə qaydaları ilə tənzimlənir. Müvafiq seçim qaydalarında 3 təhsil səviyyəsi üzrə qəbul şərtləri mövcuddur. Namizədlər bir qayda olaraq indiki mərhələdə xarici universitetlərdən müvafiq ixtisaslar üzrə qəbul əldə eləməlidirlər ki, artıq dövlət proqramına qəbul açıq elan eləyəndə onlar müraciət eləsinlər. Bildiririk ki, bəzən olur tələbələr bir neçə universitetdən qəbul əldə edib, yalnız bir qəbul sənədi ilə dövlət proqramına müraciət eləmək mümkündür. Eyni zamanda onu da vurğulamaq istəyərdim ki, dövlət proqramında doktorantura təhsil səviyyəsi üzrə və hər üç əslində təhsil səviyyəsi qəbul onlayn şəkildə həyata keçirilir və bu ötən ildə olduğu kimi portal.edu.az səhifəsi üzərindən şəxsi kabinet yaradaraq qəbul açılanda namizədlərimiz sənədləri ilə müraciət eləyə biləcəklər. Yeri gəlmişkən bir sualımız da var ki, doktorantura və magistratura səviyyəsində müraciət edənlərin rəqabət şansı bakalavrlara nisbətən necə olur?
Ümumiyyətlə bu müvafiq qaydalarla tənzimlənir. Bildiyiniz kimi hər il 500 gəncin seçilməsi üçün şərait yaradılır. Bunlardan 25%-dən çox olmayan hissəsi bakalavriatın, 20%-dən çox olmayan hissəsi doktorantura təhsil səviyyəsinin payına düşür ki, ötən ilki təcrübəmizdə doktorantura təhsil səviyyəsində tam kvota dolmamış, nəticədə magistratura təhsil səviyyəsinə əlavə kvota verilmişdir. Təşəkkür edirəm. Sonuncu sualımız budur ki, dövlət proqramı çərçivəsində seçilmiş təhsili başa çatdıqdan sonra ölkəyə qayıtmaq və ixtisası üzrə işləmək kimi bir öhdəliyi varmı? Bu qeyd edeyim ki, bəli, dövlət proqramına qəbul olan hər bir şəxs Elm və Təhsil Nazirliyi ilə birlikdə onların müqaviləsi imzalanır. Bakalavr magistr təhsil səviyyəsi iki tərəfli müqavilə, doktorantura təhsil səviyyəsində 3 tərəfli, burada 3-cü tərəf yerli ali təhsil müəssisəsi olur. Çünki birbaşa doktorantların qayıdıb yerli ali təhsil müəssisələrində çalışmaq öhdəlikləri olur və onlar seçim mərhələsində artıq universitetlərin üzvləri seçirlər. Razılıq məktubu əldə elədikləri universitetin razılıq sənədi ilə müraciət edirlər. Bir mənalı onların öhdəlikləri mövcuddur. Ölkəmizin gələcək inkişafı üçün, iqtisadiyyatımızın inkişafına təkan vermələri üçün onlara dünyanın nüfuzlu universitetlərində təhsil alması üçün şərait yaradılır ki, onlar da ölkəmizə qayıdıb töhfə versinlər və onların öhdəlikləri minimum 5 il olmaqla ölkədə əmək fəaliyyəti ilə məşğul olmaqdır. Turan xanım, çox təşəkkür edirəm ətraflı məlumat üçün. Anar, Aysel, bizim sizə sözügedən məsələ ilə bağlı çatdırmaq istədiyimiz informasiyalar bunlardan ibarət idi. Buyurun, sözü yenidən sizə ötürürəm. Aysu, biz də həm sizə, həm də müsahibinizə bir daha təşəkkür edirik ətraflı məlumatlar